Allah insanlara hansı vasitələrlə hidayət edir? Biri elmdir. Allah insanlara elm verir. Qiyamət var, cənnət var, cəhənnəm var, qəbir var, sorğu-sual var. Elm vasitəsi ilə insanları yönəldir. İkinci nədir? Hadisələrlə. Allah insanlara hadisələrlə hidayət edir. Hər hadisə diqqət eləsin, Allahın bir sözüdür sənə. Bir xəbəridir, bir mesajıdır sənə. Hər hadisənin arxasında Allah danışır səndən, nəsə demək istəyir. Evdən çıxırsan səhər, maşına mindin, getdin bir yerə, tutaq ki, bir qəzaya düşdün. Gəldilər, maşını vurdular. Bunu təsadüf hesab eləmə. Quran deyir ki, bunun arxasında Allahın sözünü tap, nə demək istəyir sənə. Biz isə yox, biz tələsirik ki, görüm nə qədər ziyan elədi ustaya, nə qədər verməliyəm, pulu kim verəcək? Məsələ həll oldu, getdi. Bu məsələnin cüzi hissəsidir. Arxasında dayanan var ki, bu nə idi mənim başıma gəldi və niyə başıma gəldi bu? Nə istəyirdilər mənə desinlər? Bunun arxasında nə var onu düşünən insan. Niyəsini bilə, hətta niyəsini bilməsə belə, bəzən bilmək olmur niyəsini. Heç olmasa bilə ki, niyəsi var. Bu da mühümdür. Heç olmasa bilə ki, nəsə bir səbəb var. Mənə məlum olmasa da nəsə mənə demək istəyirlər. Hər xırda hadisə, hər böyük hadisə, ən əhəmiyyətsiz görünən hadisənin arxasında Allah nəsə deyir bizə. Bunu başa düşsək çox yaxşı olar. Hər xırda, cüzi hadisə, uşağın əlindən bir qiymətli qab düşdü yerə, sındı. Ana qışqırmamış uşağın üstünə ki, əlin sınsın bunu sındıran yerdə, ana bir qədər aram dayansın ki, nə baş verir görəsən? Allahın nəsə sözü var. Allah Quranda buyurur ki, mən ma əsabə min musibətin illa bi iznillah. Nə müsibət, xırda və böyük sizin başınıza gəlirsə Allahın izni iləndir. Təsadüf yoxdur. Uşağın əlindən tut, dinən səhv elədin, tələsmə, bunu sındırdın, sonra aram süpür, onu apar, at, uşaq da təəccüblə baxsın ki, nə əcəb. Təəccüblə baxsın, qoy təəccüblə baxsın, amma insan kimi böyüsün. Salih insan kimi böyüsün. Maşını biri gəlib vuran kimi düşüb qışqırma ki, sən gözün kördür, görmürsən. Düşüb deyəsən ki, elə bil ki, məsələn deyirəm bunları misal üçün. Düşüb deyəsən ki, deyəsən biraz fikirlisən, ola bilər, nəsə problemin var. Sənin maşını vuranı düşüb sən sakitləşdirəsən. Allahın hadisələrdə işi budur. Kaş belə insanlar maşınımızı vura, ya gedək o adamların maşınını vura, belə arif adamların. Ki, düşə sənə xoş danışa, mehriban danışa, deyə narahat olma. Onsuz da o dəmirdir, düzələcək. 5 manat, 10 manat, o yandan, bu yandan, amma məqsəd var bu işlərdə. Allah istəyir səni yetişdirsin. Allah istəyir sən öz zəifliyini tapasan bu hadisələrlə. Biri sənə bir cür baxdı, onun arxasında Allah nə deyir? Biri sənə nəsə dedi, onun arxasında Allah nə deyir? Biri səni təriflədi, orada nə söz var? Biri səni tənqid elədi, hətta haqsız sənə nəsə bir söz dedi. İçində yandın ki, bu mənə qarşı insafsızlıq elədi. Bu hadisələrin arxasında bax, gör ki, Allah nə deyir? Kimisə ittiham eləyib, üstündən keçmə hadisələrin. Allah insanları hidayət eləmək istəyir, bu hadisələr dili ilə danışır. Ki, onun arxasında təfəkkürlə Allahı tapaq və bir vasitəsi də Allahın imandır. İnsan iman vasitəsi ilə doğru yola hidayət olur.